Qardaşı ilə əlbir olub, qaynatasının evindən küllü miqdarda pul və qızıl oğurladılar. Hadisə paytaxtın Yasamal rayonunda müqabil Abiyevə məxsus mənzildə baş vermiş, içində 53 min manat pul və 10 min manatlıq qızıl zinət əşyaları olan seyf oğurlanmışdı. Yasamal polisi əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli kimi iki qardaşdan birini saxlayıb. Həmin şəxs ev sahibinin kürəkəni Adıgözəl Mirzəyevdir. Həmin şəxslər Masallı rayon sakini deməli Mirzəyev Adıgözəl sahibi oğlu və Rusiya Federasiyasının vətəndaşı Mirzəyev Adil sahibi oğlu olmuşdur. Əməliyyat istintaq tədbirləri zamanı Mirzəyev Adıgözəl sahibi oğlu tutularaq istintaqa təhvil verilmişdir. Qardaşım girib də evə çıxardı bunu. Yerini demişəm gedib yox. Hardan girdiniz? Qapı ilə. Qapı açıq idi yoxsa? Mən girməmişəm, qardaşım açıq olub qapı. Əvvəllər də məhkum olunmuş Adıgözəl Mirzəyevin sözlərinə görə o maşında gözləyib. Qardaşı seyfi götürdükdən sonra Masallı rayonuna gediblər və pulun bir qismini də elə orada xərcləyiblər. Xərcləmişəm demək, biraz müalicəmi, biraz da ki, yəni ki, uşağın məktəb paltarlarına xərcləmişəm. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, digər şəxsin tapılması istiqamətində də axtarış tədbirləri keçirilir. Paytaxtın Nizami polisi isə evlərdən pul və qızıl zinət əşyaları oğurlanmaqda şübhəli bilinən keçmiş məhkumlardan ibarət dəstəni zərərsizləşdirib. Onlar oktyabrın 12-sindən 26-sına dək 5 evdən pul və qızıl oğurlanmaqda şübhəli bilinir. Rəşid Eminov, Orxan Nağıyev, Nazir İsmailov və Heydər Bayramov tutulublar. Məlum olub ki, Nazir İsmailov Ağcabədi sakini Nadir Musayevə məxsus evdən 2000 manat pul və qızıl əşyalar oğurlayıb. O, Orxan Nağıyev və Heydər Bayramovla birgə Qazax sakini Zülfüqar Həşimovun pulunu və 2 ədəd telefonunu da quldurluq yolu ilə alıblar. Baxış zamanı Rəşid Eminovdan 8,381 qram, Orxan Nağıyevdən 8,164 qram, Nazir İsmailovdan isə 10,985 qram tiryək götürülüb. İstintaq zamanı onların Bakı şəhər sakini Əjdər Əliyevin evindən geyim və məişət əşyaları oğurlamaları da müəyyən edilib.